Təbriklər bir daha. Hisslərim maraqlıdır. Yəqin ki, bu an elə bir vəziyyətdir ki, oyunla bağlı, komanda ilə bağlı bütün mövzulardan çox sənin emosiyaların, hisslərin maraqlıdır. O məqamda diqqətlə baxırdım, bir şığıdın top cinaha gedən vaxtı sanki hiss etmişdin qolu. Keçirdiyin duyğular və ümumiyyətlə bu qələbə ilə bağlı fikirlərim. Əlbəttə, çox qarışıq duyğular içərisində idim. Qoldan öncə də, qoldan sonra da və bu qol epizodunda biz bunları məşqdə davamlı üzərində işləyirik və topun ora gələcəyini əvvəlcədən bilirdim və orada doğru müdaxilə elədim və şadam ki, bu qolla nəticələndim. Sanki qapıya baxmadan zərbə vurdun yəni. Yəni təxmin edirdim qapının yerin harda olduğunu, ona görə də heç baxmağa ehtiyac yox idi. Ümumiyyətlə bu Qarabağ elə bir komandadır ki, hər oyun bir futbolçu qəhrəman olur, sistem komandası bilmək olmur əvvəldən. Bu maçdan qabaq ağlına gələrdim ki, bu oyunun qəhrəmanı sonda qələbə topunu vuran sən olarsan. Əlbəttə, mən də bunu bütün komanda yoldaşlarım oyundan öncə düşünürdü, bu qələbə qolunu vurmağın və mən də onların içərisində idim. Çox şadam ki, bunu vurdum, mənə nəsib oldu və komandaya qələbə gətirdi bu qol. Bu il ümumiyyətlə sənin üçün uğurlu keçir deyə bilərik. Milli komandada da, Qarabağda da sərgilədiyin futbol, artan performans və bu qol da üstünə gəldi. Ümumilikdə özün üçün mövsümü dəyərləndirərdin. Düşünürəm ki, hələ bu mövsümü dəyərləndirmək üçün tezdir, çünki hələ heç bir nə Çempionlar Liqasında, nə kubokda, nə də çempionatda işlərimiz tam bitməyib. Düşünürəm ki, bunu çempionatın axırında dəyərləndirsək daha obyektiv olaraq.